Bu söz ki işlətdin, həqiqi din xadimi mən nəyə xatırlatdı? Bizdə Sovet dövründə o vaxt həm sinemanın rolu da bunda olub. Həmişə bizdə bədii əsərlərdə də bu göstərilib ki, yəni bir molla obrazı olub. Yəni bu personajın, bu mollanın başlıca məqsədi məclisə gedib küftə bozbaş yemək və yaxud da aşın yağlı yerini yemək. Ali məqsəd bundan ibarətdir və pul qazanmaq bu prosesdən. Amma Hacı Şahin Həsənli məncə bu qələbi dağıda bilən, uğurlu formada dağıda bilən bir, bilmirəm, din xadimi mi deyim, yoxsa ictimai xadim mi deyim? Çünki hər birinin yerinə yetirirdi və o dünyasını dəyişəndən sonra onun haqqında müxtəlif adamların, müxtəlif sahələrə, peşələrə aid olan insanların yazdıqlarından bunu başa düşmək olurdu. Mənim özüm də Hacı Şahinlə bağlı bir xatirəm də var, indi yadıma düşdü. Mən universitetdə sənəd verəndə birinci il kəsilmişdim və ikinci il açıq universitetə hazırlaşmaq da istəmirdim. Həmin vaxt yadımdadır ki, hardasa onun bir çıxışını eşitdim və adətən belə şeylərdə mən dinləməyi xoşlamırdım. Amma nəsə gördüm ki, orada təhsil tələbə mövzusu gedir. Nəsə qulaq asdım, gördüm, deyir ki, dindarlıqdan, dindən, ya nəsə ibadətdən, belə şeylərdən danışırdı. Və orada bir yerə gəlib çatdı ki, gəncin vəzifəsi bugünkü gündə oxumaqdır.